Salam əziz şagirdlər. Demək, bundan əvvəlki dərsə davam edir. Səhifə 174. İkidə şərh xəttəliyib olan qrafiki. Daha nömrə 4-ə. Bu cütlərdən hansı bu tənliyin köküdür? 10x üstəgəl y bərabər 12. Demək, baxaq birinci. 3 mənfi 10. Bu x-dir, bu da y-dir. X-in yerinə 3 yazıram, y-in yerinə mənfi 10 yazmalıyam. Cavab 12 alınsa, deməli bunun köküdür. Deməli 10'u vururam nəyə? 10 vur x demək. 10'u vururam 3'ə. Bir dəqiqə ekran dondu elə bir. 10'u vururam 3'ə. Üstünə gəlirəm y, mənfi 10'u. Eləyir 30 çıx 10. 20. 12 alındı. Xeyr. Bu olmadı. İkinci. Mənfi 3 12. X mənfi 3 y 12. X'in yerinə mənfi 3 yazıram. Olur 10 vur mənfi 3. Üstə gəl y, yəni 12. Mənfi 30. Üstə gəl 12 bərabər mənfi 18. Alındı 12. Cavab 12 eləməli. Alınmadı. Bu da xeyir. Mesela üçüncüye baxaq. 0,1 və 11. 10 vur x. X, y yəni. 10'u vururam 0,1'ə. Üzərinə gəlirəm 11'i. 10'u 0,1'ə vuran eləyib 1. 1'in də üzərinə 11 gəlsə elədi 12. Bəli. Bu oldu bunun kökü. Ayıraq bunları. Dördüncüsü 1 2, beşincisi 2 1. Dördüncüsü 1 2, beşincisi 2 1. 10'u vururam 2'ye, üzerine gəlirəm 1'i. Bu x bir y saçdım. 10'u vururam x'a, yəni 1'ə. Üzerine gəlirəm y, yəni 2'ni. Elə də 12 oldu, bəli. 12 alındı. Alınmasaydı xeyir götürməliydik. İndi burada x, y. 10 vur 2 üstə gəl y, yəni 1. Bərabərlə 21. Bu oldu xeyir. Demək, cavabımız nə oldu? Dördüncü. Bəli, üçüncü, bəli və salam. Cavab oldu nə? 0,1 11 və 1 2. Oldu belə. Beşinci. Kökü mesela x bərabər 3, y bərabər 1,5 onun hər hansı iki dəyişənin xəttini tərtib edin. Baxın, yazıram x üstə gəl y. Bir dəyişənin xəttinin belə deyil, düsturu buydu. Ax üstə gəl by bərabər c. A-nı b-ni 1 götürüm, işim rahat olsun. Olur x 1x 1y. X üstə gəl y tapaq. Bərabər nəyə? 3 üstə gəl 1,5. 4,5 oldu, düzdür mü? Deməli, x üstə gəl y bərabər 4,5 və son tənliyi qurdum. B bəndinə baxaq. X 0,7, y mənfi 5. 0,7, deməli, x üstə gəl y tapaq. 0,7 üstə gəl mənfi 5. 5-dən 0,17-ni çıxıram, eləyir neçə? Mənfi 4,3, düzdür? Deməli, x üstə gəl y bərabər mənfi 4,3. Məsələn, hər hansı bir tənlik yazdıq. Nömrə 6-ya baxaq. Cəmil bu tənliyində x dəyişənini y ilə ifadə edib, bu ifadəsini alıb, Samir isə bu bərabərliyin alıb, onlardan hansı haqlı idi? Demək, nə edirik? Demək, 4x çıx 5y bərabər 20. X-i y ilə ifadə edirik. 4x bərabər 5y keçir bu tərəf olur müsbət 5x. Üstə gəl 20. İndi hər tərəf bölürəm 4'ə. Bunu da bölürəm 4'ə. Bunu da bölürəm 4'ə. Bunu da bölürəm 4'ə. Və yaxud belə yazaq da. Birinci belə bölək. Bütöv 4'ə bölək. X bərabər 5x üstə gəl 20 böl 4. Üzrü sayın. Y.
20 üstəgəl 5y böl 4. Deməli, Cəmil düz edib. Bax görə Samir də düz edib. Kəsir parçalayaq. 5y böl 4 üstəgəl 20 böl 4. 20'ni 4'e böldü 5 edir. 5'i 4'e bölündü 1 tam %25 edir. Var. Bəli. Hər ikisi ne deyir? Elə haqlı idi yazaq. Haqlıdır. Vəssalam. Bunu keçirik. Növbətiyə nömrə 7. 3u üstəgəli v bərabər 4 tənliyində u-nu v ilə v-ni u ilə ifadə edin. Hər iki halda u 2 olursa v-nin qiymətini təyin edin. Birinci A bəndi. U-nu v ilə ifadə edin. 3u bərabər 4 çıx v. U bərabər 4 çıx v bölünsün 3. B bəndinə baxaq. V bərabər 4 çıx 3u. İndi bizə deyir u bərabər 2. V bərabər olacaq 4 çıx 3 vur u. Yəni 3 vur 2. 3 2 6. 6'dan 4 çıxırıq mənfi 2. İndi burada bizə deyir u bərabər 2 yaz. Bu 4'dür. 4 ilə onu qarışdırmayaq. U bərabər 2. 4 çıx v bərabər 3 vur 2 6. Mənfi b bərabər v bərabər 6 çıx 4. Mənfi v bərabər 2. V bərabər mənfi 2. Hər ikisində nə elədik? Və eyni qiymət alındı. Elə eyni qiymətdə alınmalı idi. Demək A bəndi 4x üstəgəl 2y bərabər 7. Bu tənliklərdə y dəyişənini x ilə ifadə edin. Deməli 2y bərabər 7 çıx 4x. Y bərabər nə? 7 çıx 4x böl 2. Bu belə. Və ya y bərabər. Həm 7'ni 2'yə bölərəm 3,5. Həm 4x 2'yə bölərəm çıx 2x. İndi bizə deyir ki, hər hansı kökünü tapın. Hər hansı bir kökünü tapıram. Mesela x'e verirəm 1, x, y, hə? X'e verək 1. Y bərabər 3,5 çıx 2 vur 1. 3,5 2 vur 1 2 3,5'dən də 2 çıxanda 1,5. Məsələn. Qurtardı getdi. Baxıram məsəl üçün B bəndinə. Mənfi 5x üstəgəl y bərabər mənfi 12. Y bərabər 5x keçirdirəm digər tərəfə olur müsbət 5x çıx 12. Hər hansı kökün tapaq. Bu da cədvəllə çəkmirəm, lap belə yazıram. X bərabər 1 yazıram. Y bərabər 5 vur x vur 1 çıx 12. 5'dən 15 vur 1 5, 5'dən 12 çıxırıq mənfi 7. Deməli cavab belə orada x y düzdür. 1 mənfi 7. Məsələn, hər hansı bir kökün tapın. Siz məsələn başqa qiymət verin tapın. Və bir də ki, əziz balalar, çalışın məsələn, bura qədər deyək qulaq asdınız, düzdür. Hər çalışmaya məsələn çalışın, hər çalışmaya baxandan sonra həmin çalışmanı yenidən özünüz işləyin. Və ya məsələn 2 dənə 3 dənə çalışmaya baxdıqdan sonra başlayın o çalışmaları yenidən işləməyə, sonra səhvlərinizi yoxlayın. Hamısına baxandan sonra etməyin. Məsələn, bura qədər baxdınız deyə 12'yə qədər məsələn tutalım 6-cı və ya 4-cü yaddan çıxacaq. Bir də ki, bundan əvvəlki videoda bu çalışmaların belə deyək də, bu dərsin əvvəli var ya, izahla bir yerdə. 1-ci, 2-ci, 3-cü çalışmalar izahla bir yerdədir. Bir də nə edə bilərsiniz? Bir dəqiqə. Yəni digər videolara, 7-ci sinifin digər videolarına baxmaq istəsəniz kanala keçib orada mahnı siyahılar bölməsinə keçin və ya məsələn playlistlər yazılır bəzilərində. Oradan 7-ci sinif riyaziyyat papkasının bölməsini belə deyə tapıb digər videolara da baxa bilərsiniz. Yeni videolardan da xəbərdar olmaq istəyirsinizsə abunə olmağı, abunəliyi də aktiv eləməyi unutmayın.
X keçirdik digər tərəfə. Oldu, keçdi bu tərəfə oldu mənfi x. Y bərabər. Hər tərəfi 15'e bölək. Bax, bölürəm 15'e, bölürəm 15'e, bölürəm 15'e. Olur, bu nə olur? Mənfi 15'də 1 x olur, çıx. 30'da 15'e bölürəm, eləyir 2. Belə deyək də 15'e bölürük hər tərəf. İndi x-ə hər hansı qiyməti x-ə verirəm, məsələn 0 verirəm. Y bərabər mənfi 15'də 1 vur 0 vur x. Çıx 2. 15'də 1 0 vurun 0 edir. 0'dan da 2 çıxanda mənfi 2. 0 mənfi 2. Hər hansı bir dənə həll cütünü neynədik? Yazdıq. C bəndində yazaq. Siz də məsələn başqa qiymət verib tapın. 3y çıx 14x bərabər 21. 3y bərabər. 14'ü keçirdirim. Digər tərəfə müsbət 14x. Və üstə gəl 21. Y bərabər. Hər tərəfi bölürəm 3'ə. Bunu 3'ə böldüm mü heç? 14'ü 3'ə bölünən neçə eləyir? 4 dəfə 3 12. 4 tam 3'də 2x. Üstə gəl 21'də 3'ə bölürəm eləyir 7. Bir də deyirəm. Hər tərəfi 3'ə bölürəm. Bax, belə bölürəm 3'ə deyək. 3'lər 7. Burada da 3 ilə 21 getdi, 7 qaldı. 14'ü 3'ə böldüm 4 tam 3'də 2 etdi. İndi x-ə 0 versəm daha rahat. 0 verəndə y bərabər 4 tam 3'də 2 vur 0 üstə gəl 7. 7. Cavab oldu 0 7. Vəssalam. Nömrə 9'a. Bu tənliyin 2 eyni ədəddən ibarət olan kökünü müəyyən edin. 2 eyni ədədsə deməli x bərabər y yazırıq. Yazırım məsələn x üstə gəl. Y-in yerinə yazıram x. Bir-birinə bərabərdir axı. Bərabər 18. 3x bərabər 18. X bərabər 18'i böldüm 3'ə 6. Deməli x bərabər y bərabər 6. Cavab oldu 6 6. 10'uncu. Ax üstə gəl 2y bərabər 8. Bu tənliyin köklərindən biri 2 bir cütüdür. 2 bir cütüdür. X, y. A-nı təyin edin. Həmin tənlikdə x bərabər 5 olduqda y-in qiymətini hesablayın. Əvvəl A-nı tapaq. Baxın, x-in yerinə 2 yazıram. Bunun yerinə 2 yazıram. Y-in yerinə 1 yazıram. Bu olur 2 vur 1. Bu da A vur 2. Bərabər 8. A-nı 2'ye vururum 2A bərabər. 2'ni 1'ə vururum 2. 8'dən çıxıram 2'ni. 2A bərabər 6. A bərabər 8. 6'nı bölürəm 2'yə. A bərabər 3. Deməli A 3 olsa olur 3x. Üstə gəl 2y bərabər 8. Buradan deyir ki x 5 olduqda y tap. Hara getdi o? X 5. X'ə 5 verək. 3 vur 5. Üstə gəl 2y bərabər 8. Buradan 2y bərabər 8 çıx 15. Niyə? 3'ü 5'ə buradan 15 eləyir. 15'də keçirirəm olur mənfi 15. 2y bərabər 8'dən 15 çıxıram mənfi 7. Mənfi 7'ni də bölürəm 2'yə mənfi 3 tam 5. 10'un çalışmada nə oldu? Baxaq nəyə 11'ə. Aşağıda verilmiş nöqtələr bu tənliyin qrafikinə aiddirmi? Bax, bunun kimin? Yəni bu tənliyin köküdürmü? Bax 11'ə. Tənliyi quraq. 3x 4y bərabər 12. A bəndi. A 1 3. X'e 1 y'e 3. 3 vur x. Yani bu x'ti bu y'di. 3 vur 1 üstə gəl 4 vur neçə 3. Görək necə 3 dəfə 1 3. 4 dəfə 12 15. Ayda oldu xeyir. B bəndini yazaq. 0,4 0. 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
x y. İkisinin yerine 0,4 yazıram. 3 vur 0,4 üstə gəl. 4 vur y yəni 0. 3'ü 0,4'e vurulan 1,2 üstə gəl 0. 1,2 alındı. Xeyr 12 alınmadı. C bəndi 0,3. 3'ü vururam x'a yəni 0'a. Üzərinə gəlirəm. 4 vur y. Yəni 4 vur 3. 3'ü vururam 0'a 0. 4'ü 3'e 12. Toplayanda 12 edir. Bəli. C bəndi 3, 1. D bəndi 6, 7, 15. Əvvəl 3, 1 yazaq. Yəni 3x düstur təzdən yazım. Üçü vururam 3'ə. 4'ü də vururam y-ə, yəni 1'ə. 9 üstə gəl 4, 13, xeyr. Y bəndi -6, 7, 15. D bəndi seçdim. Üçü vururam nəyə? X-a. -6'ya. 4'ü də vururam y-ə, yəni 7, 15'ə. Bunu siz həll edin. Cavab əgər 12 alınsa, yazarsınız bəli. Demək, bir nöqtənin koordinatları bir neçə tənliyin kökü ola bilərmi? Bu halda həmin tənliklərin qrafikləri hansı vəziyyətdə yerləşmiş olar? Bəli, bir nöqtənin koordinatları bir neçə tənliyin kökü ola bilər. Məsələn, bu funksiya düzdür. Baxın, həmin A nöqtəsi götürək. A nöqtəsindən bir neçə xətt keçir. Məsələn, olsun 1, 1 nöqtəsi. Bəli, A'nın koordinatları oldu 1, 1. Bir neçə xətt əgər bu nöqtədən keçirsə, deməli bu nöqtə, bu 1, 1 cütü həm bu xəttlərin nədir? Kəsişdiyi yerdir və bu xəttlərin hərəsinin öz tənliyi var, həmin tənliyin köküdür. İndi onu burada yoxlayaq. A bəndi bu və bu tənliklərinin hər üçünün qrafiki -1, 2 nöqtəsindən keçirmi? Demək, əvvəl yazaq A bəndi. 3x çıx y bərabər -5. A bəndi verib -1, 2. X -1, y 2. 3'ü vururam x'a, yəni -1'ə. Çıxıram y, yəni çıxıram 2'ni bərabər. Neçə eləyəcək görək? 3 vur -1, -3. Çıx 2, -5. Alındı, bəli. -x üstə gələ 10y bərabər 21. Yəni x'in yerinə -1, y-in yerinə 2 yazaq. X -1 olsa bir dənə mənfi çöldə gözləyir. Üstə gəl 10 vur 2. Mənfilər toxuşdu, müsbət 1 oldu. Üstə gəl 20. 21 oldu. Ödədi, 21 alındı. Bəli. Bundan da keçdi. Sonra bunu yazaq. 11x üstə gəl 21 y bərabər 31. X'in yerinə yenə -1, y-in yerinə 2, x'in yerinə -1, y-in yerinə 2 olur. 21 vur 2, 11 vur -1. 11'i -1'ə vuranda -11 üstə gəl. 21 2 yəni 42, 42'dən 11 çıxır 31. Alındı, bəli. Vəssalam. Üçündə də nə oldu? Alındı. Demək, bir dəqiqə. B bəndinə baxaq bunun. Baxın bura. Bu və bu tənliklərin hər üçünün qrafikinə aid olan nöqtə var mı? Əgər varsa bu nöqtəni müəyyən edin. B bəndi. 0,2 x üstə gəl 3 y bərabər 15,2. X'a 0 verirəm hamısında.
0,2'ni sıfıra vuranda eləyir 0. Üstə gəl 3y bərabər nə? 15,2. Yine 0 üstü gel 10y beraber 21. Bu niye böyle yazdı ileride? Bu sıfırdı. Sayın. 3y beraber 15,2. Burada da 10y beraber 21. Baxırıq fərqli y beraber 21'i 10'a bölürəm 2,1. Burada ise fərqli ədəd alındı. Demək nədir? Y beraber 15,2'ni bölürəm 3'e. 1520 böl 3 30 neyse belə deyək. Eyni nöqtə alınmadı. Yəni x'lər də y'lər də eyni gəlsin. Bizə təsəvvür lazım. İndi bunu hansı yolla işləsək yoxlayıb əvvəl 2 dənəsində tətbiq eləyib tapaq. Ondan sonra üçüncüyə müraciət edərik. Baxın bura, bunu rahat yolla necə yazıram. Beraber 15,2. Mesela mənfi x üstə gəl 4y beraber 19. Burada x tapaq bir dənə. Daha doğrusu belə deyək də. Demək. Vergüldən azad dinləmək üçün bunu hər tərəfini 5'ə vuraq, biraz işim rahatlaşsın. 5'i vururam 0,2 ilə 1x. 5'i vururam 3'ə 15y. 5'i vururam 152 elədi neçə? 5 dəfə 150 751. 751 deyilim. Beynim dondu. 760 inir. O da sonunda 0 ne olur? Gedir. 76. Buradan x tapaq mesela. Ya buradan x tapıram. X beraber ne olur? 76 çıx 15y. 76 çıx 15y. Bu x də yerinə qoyaq. Olur mənfi. X'in yerinə yazıram bunu. 76 çıx 15y. Üstə gəl 4y beraber 19. Görə bunların eyni nöqtəsi var mı? Mənfi 76 üstə gəl 15y. Üstə gəl 4y beraber 19. 15 ilə 4 19 y eləyir, düz değil mi? Beraber 19. 76'ını keçirəcəm o tərəfə olur, üstə gəl 76. 19 y bərabərdir 95'e. Topladım 95. Y beraber 95'i böldüm 5'e. Elədi 19. Y 19 görə x neçə olacaq bəs? X beraber 76 çıx 15 y düz değil mi? 76 çıx 15 vur. Bir dəqiqə. Yorğunluqdan uşaqlar üzrü sayın. 95 19'a bölüb 5 yazmaqdan. Fikrimdə olub ki cavab 19'dur. Amma fikrim gedib belə yazmışam. 5. Deməli 76 çıx 15 vur y. 15 vur 5. 76'dan çıxıram 75'i eləyir 1. Demək nə oldu? X bərabər 1. Y bərabər 5. Bu iki dənə tənliyindir. Bunun və bunun köküdür. Demək 0,2 x üstə gəl 3y bərabər 15,2 ilə mənfi x üstə gəl 4y bərabər 19'un köküdür. Oldu belə. İndi görə üçüncüdə də ödəyəcək. Mənfi x üstə gəl 4y bərabər 19. X'in yerinə yazıram 1. Mənfi 1 üstə gəl 4 vur 5. 20'den de 1 çıxıram 19. Vəssalam, bəli. Bunlar oldu nə? 1, 5. İndi bunu bir dənə başqa bir yolla istəyəcəm. Maraqlı çalışmadı. Baxaq buna. 0,2 x üstə gəl 3y bərabər 15,2. O yolla başa düşməsiz, bu yolla yazacaqsınız. Mənfi x üstə gəl 4y bərabər 19. Bir də 5x çıx 3y bərabər 10.
yazdım. 10 yok, mənfi 10. Bayaq bunun yerine yazmaktan çaşıp bunun yerine yazdım. 5x çıxır y bərabər 10. Görüyor 10 necə? X1 y5. 5'i vururam 1'e çıx. 3'ü vururam 5'i 15. 15 budur, 5 budur. 15'dən 5 çıxsa mənfi 10. Hə, ödədi, bəli. İndi tam doğrulmayla çalışma. Keçək indi bu birisinə. Görək bizim üçün hansı sürprizlər var. Burada hər tərəf bayaq kimi 5'e vurmuşdu. Bu olmuşdu x üstə gəl. 15y bərabər neçəyə? 76'ya. Buradan 15y bərabər 76 üstə gəl x. Y üstə qədərim çıxır. Y bərabər 76 çıx x böl 15. Burada 4y bərabər 19 üstə gəl x. Y bərabər 19 üstə gəl x bölünsün 4'ə. Buranı biraz boşaldım. Burada yazım. İndi bilərsin niyə. Mənfi 3y bərabər 5x keçir olur mənfi. Çıx 10. Hər tərəf mənfi 1'e vursam olur 3y bərabər 5x üstə gəl 10. Y bərabər 5x üstə gəl 10 bölünsün 3. Hər üçünün qrafikini qurmalıyıq. Burada x-y qiymət verək. X-y. X-a 1 versəm 76'dan 1 çıxıram 75. 75'i 15'e böldüm 5 eləyəcək. X-a 1 verində 5 edir. Qrafiklər tam qurmamış. Yoxlayaq görək bu birlərdə həqiqətən 1 verində 5 eləyir. Yəni elə qiymət verək ki 76'dan bunu çıxıb 15'e bölündə tam elə dansın. X 1 olsa 19'un üzərində 1 yarım 20. 20'ni bölürəm 4'e eləyir 5. Burada demək x-a 1 versən 5 vur 1 15. 5'in üzerine 10 15. 15 3'e bölünür tam. Elədi 5. Yəni qrafik qurmağa ehtiyac qalmadı. 1-5 nöqtəsi nə oldu buna? Aid oldu. Keçək hansı növbəti çalışmaya? Uzaq başı məsələn qiymət istəsiz qrafik qurmaq, qiymət verib qrafik qura bilərsiniz. Başqa elə bir ədəd verək ki, məsələn 76'dan həmin ədəd çıxanda 15'e bölünsün. Məsələn 60 15'e bölünür, düzdürmü? X-a 16 versəm 76'dan 16 çıxıram. 60 15'e bölürəm 4. Siz onun qrafikində burada qura bilərsiniz. Mən həmin qrafik qurmuram. Çünki artıq neylədik? Cavabı tapdıq. 13'e baxaq. A bəndi 2x çıx y bərabər 6. Quraq bunun grafikin. Demək, mənfi y bərabər mənfi 2x üstə gəl 6. 2x keçirdim bu tərəfə mənfi oldu. Hər tərəf mənfi 1'e vursam y bərabər 2x çıx 6 olur. Qrafik quraq. X-a verilən məsələn 0. 2 vur 0 çıx 6 mənfi 6. X-a verək məsələn 3. 2 vur 3 çıx 6 0. Quraq qrafiki. 0 verəndə mənfi 6. X, y. 0 versək mənfi 6. 1, 2, 3, 4, 5, 6. 3 verəndə 0. X-a 3 verək. 1, 2, 3. Y 0 bax. Bu nöqtələrdən qrafik keçdi. Məsələn baxaq B bəndinə. X üstə gəl 6y bərabər 0. Buradan 6y bərabər x keçir olur mənfi x. Y bərabər mənfi x böl 6. Qiymət verək. X-a 0 versəm y bərabər mənfi 0 böl 6. 0 eləyir. X-a məsələn 1 versəm 6'da 1 eləyir. Bir dəqiqə. Demək belə. X-a burada məsələn 6 versək X-in yerinə 6 6 böl 6 mənfi 1. Qrafik quraq.
X 0 olanda Y 0 düştü bura. 6 olanda Y 1. 1, 2, 3, 4, 5, 6. X 6 olanda Y mənfi 1. Bakın bu iki tane noktadan düz xat keçirdim. Məsələn, qrafik quruldu. C bəndi 1,5x. Mesela C bəndini siz yazarsınız. Üstə görə 2y bərabər 3. Buradan 2y bərabər 3 çıx 1,5x. Y bərabər demək 3 çıx 1,5x böl 2. X, Y. Elə qiymət verək ki, rahat ədəd hansımız. X-ə verirəm 2. Y bərabər 3 çıx 1,5'i vururam 2'yə. Bölürəm 2'yə. Niyə? 1,5'i 2'yə vuranda 3 eləyir. 3'dən 3 çıxıram 0. 0 da 2'yə bölündə 0 edir. Məsələn, tutalım x-ə verək. Mənfi 2 verək bu dəfə x-ə. 3 çıx 1,5 vur mənfi 2. Böl 2. Mənfi mənfiyə vuranda müsbət. 1,5'i 2'yə vuranda edir 3. Böl 2. 3 üstə gəlir 6. 6'nı bölürəm 2'yə 3. Qrafik quraq. 2 verəndə 0, 1, x 2 olan y 0 düşdü bura. X, y. Mənfi 2 versək 3. X-ə mənfi 2 versək. Y 1, 2, 3. Kəsişmələr hara düşdü? Düşdü bura. Vəssalam, qrafiki qurduq. Bunun y bəndində qrafikini yazın. 5,4 y bərabər 10,8. Y bərabər 10,8'i bölürəm 5,4 eləyir 2. Y bərabər 2. Düzdür? Y-in 2 qiymətini tapıram. 1, 2. Həmin 2-dən bir dənə x-ə paralel bir dənə xətt çəkirəm. Vəssalam, oldu y bərabər 2'nin qrafiki. Bu funksiyanın qrafikini quraq. Deməli, mənfi y bərabər x keçir o tərəfə mənfi olur. 2'ni də keçirdirəm, olur müsbət 2. Hər tərəfi mənfi 1'ə vururam. Olur y. Bu oldu müsbət. Bu oldu müsbət, bu oldu mənfi. X çıx 2. İndi qiymət verək, qrafik quraq. X-ə verək 0. 0 çıx 2, mənfi 2. X-ə verək məsələn 5. 5 çıx 2, 3 şifahi tabaq qiymətləri artıq. X-ə 0 verəndə y mənfi 2. 1, 2. X-ə 5 verəndə y 3. 1, 2, 3, 4. 5 versək 3. 1, 2, 3. Qrafik qurduq. Məsələn, bunun B bəndini yazaq. 2 vur x çıx y. Üstə gəl 3y. Bərabər nəyə? 4'ə. 2x çıx 2y. Üstə gəl 3y bərabər 4'ə. 2y ilə 3y islah olur. Olur 2x üstə gəl y bərabər 4. Y də bərabər 4 çıx 2x. İndi yenə qrafik quraq. X, y. X-ə 0 verək. 4 çıx 2 vur 0 eləyir 4. X-ə məsələn verək 2, 3 verək. Biraz böyük ədəd verək. 4 çıx 2 vur 3. 4'dən 6 çıxırıq, mənfi 2 eləyir. Yenə qrafik quraq. 0 verən x 0 olsa y 4. Y, x. 1, 2, 3, 4. X 0 verəndə y 4. X 3 verəndə y mənfi 2. X-ə 3 verək. 1, 2, 3. Y olacaq mənfi 2. 3'dən mənfi 2'dən kəsişmələr endirdik. Bəli, oldu, bu oldu nə? Bunun qrafiki. Daha o bir çalışmaya deməli C bəndi 2x bərabər, yenə bunu götürdüm və çaşıb. Y üstə gəl 4. Buradan elə bir ki y üstə gəl 4 el demək 2x-ə bərabərdir. Y bərabər 2x çıx 4. Qurduq. Qurduq deyirəm, quraq. Davam edək.
Yine x, y. X'e 0 verək. 2 vur 0 çıx 4 mənfi 4. Məsələn x'e bu dəfə 3 verək. 2 vur 3 çıx 4 edir 2. Qrafik quraq. 0 verəndə mənfi 4. 1, 2, 3, 4. 3 verəndə 2. 1, 2, x'e 3 verəndə y2. X 3, y2. X'in 3'ünü tapıram. Y'in 2'sini tapıram. Və hər ikisindən çıxan xəttləri kəsişdirirəm. Və salam. Qrafikini nədik qurduq. C bəndinə baxaq. X üstəgəl y çıx. X çıx y. Bunlar qarışıq deyə ona görə hamısını verdim. Demək möhtərəzəni açaq. X üstəgəl y. Çıx x. Çıx. Mənfi ilə mənfi toxuşur. Üstəgəl y olur. Çıx x üstəgəl y. Bərabərdir. X'lər getdi. 2y bərabərdir. Y bərabər 2. 4'ü 2'ye böldüm. 2 elədim. İndi y'in 2 qiymətini tapacağım. 1, 2. Bu 2'dən bu oxa paralel oldu bu. Y bərabər 2'nin qrafiki. İndi baxaq 15-ciyə. Görək 15'də bizə nə deyirəm? Bu tənliyinin qrafiki A3 2A nöqtəsindən keçdiyi məlumdursa y-i təyin edin. Baxaq. Demək x 3'dür. X'in yerinə 3, y-in yerinə 2A yazıram. X'in yerinə 3 yazıram, y-in yerinə 2A. 24 vur 3, 72 çıx. 15 vur 2A. 30A bərabər 42. Mənfi 30A bərabər 42 çıx 72. 42'dən 72 çıxıram. Mənfi 30 eləyir. A bərabər mənfi 30'u da bölürəm mənfi 30'a. Etdi 1. A bərabər 1. Demək belə. Burada A-nı təyin edin desəydi daha dolğun olardı. Amma deyib y-i təyin edin. Çünki burada y-i təyin etmək üçün görək. Demək belə eləyək də. 5.7'də cavabı A bəndi. Axırda verib 2. Demək. Y-i təyin edin deyibsə, yəni bunu ancaq istəyə bilər o zaman bizdən. Y bərabər 2A. 2 vur 1. 2. Başqa necə istəyə bilər? Heç burada A-nı tapmağa məsələn. Və bu misala görə bizdən A-nı istəməliyik. Amma başqa A olmasa da y, məsələn x var, y təyin edə bilərdik. Məsələn burada mənfi 15 y bərabər 42 çıx 24x. 2 çıx 24x. Y bərabər hər tərəf mənfi 1'ə vursan 15 y bərabər mənfi 42 üstəgəl 24x. Y bərabər mənfi 42 üstəgəl 24x bölünsün 15. Mənfi 42 üstəgəl 24 vur 3. Böl 15. Y bizdən məsələn o cür istəyirsə elə 3'ü 24'e vurdum 72. 72'den 42'ye çıktım 30. 30'u böldüm 15'e 2. Vesselam. Hələlik bu qədər əziz şagirdlər, əziz balalar. Yeni videolardan xəbərdar olmaq istəyirsə abunə olmağı unutmayın. İnşallah gələcəkdə başqa videolar da gələcək. 8-ci sinif qismət olsa 9-cu sinif inşallah olacaq və digər siniflərə aid videolar. Bir daha sağ olun. Allah Teala sizlərə zihin açıqlığı versin. Sizləri amanda saxlasın. Sağ olun, Allah amanda.